Əşi, hələ vaxtı var, indi həvəsim yoxdur. Olanda davam eləyərəm işimi. Həvəsim olanda gedib oxuyacam dərslərimi. İndi elə də vaxtım yoxdur, olanda gedib idmana yazılacam, gecə-gündüz çalışacam ki, bədənimi formaya salım. Qoy bir dənə bu axırıncı siqaret qutusunu da çəkim, vəsyo, atıram siqareti. Bir dənə universiteti qutarım, başlayıram gecə-gündüz öz üzərimdə işləməyə, çoxlu kitablar oxumağa, kurslara, seminarlara getməyə. Əşi, bu gün həvəsim yoxdur, qoy gedim filan kəslə görüşüm, sabah qurtararam işimi. Hamımızda tanışdır bu düşüncələr. Kimi aldadırıq? Özümüzü? Ay həvəsim olanda eləyəcəm, özümü daha hazır hiss eləyəndə eləyəcəm. Ay nə bilim, mən çox tez həvəsdən düşürəm, heç cür eləyə bilmirəm ki, motivasiyamı bərpa eləyim, ona görə işi görə bilmirəm. Nədir bunlar bilirsiniz? Boş-boş bəhanələr. Tənbəllikdən başqa bir şey deyil. Eləməli olduğunuzu eləmədiyinizə görə özünüzü günahkar hiss elədiyiniz üçün yalançı səbəblər uydurub özünüzü ona inandırırsınız ki, günahkar hiss eləməyəsiniz. Çoxumuz ancaq beynimizdə haçansa nələrisə nail olacağımızı fikirləşirik və nə vaxtsa bunun baş verəcəyini özümüzü inandırırıq. Amma o bilinməyən gələcək zamandakı nə vaxtsa əslində nə vaxtdır onu heç birimiz bilmirik. Elə belə də davam eləyir həyatımız. Günlərimiz, aylarımız gedir. Bir də ayılırıq ki, ayda 1 il keçdi, 2 il keçdi, hələ də fikirləşirik, amma heç nəyə başlaya bilməmişik. Yəqin kitabı oxuyanlar artıq təxmin elədi hansı kitabdan danışdığını. Bəli. Bugün Brian Tracy'nin Bəhanələrə Yox kitabından danışacağım. Motivasiya və həvəslə işləmək və ya işi görmək üçün ideal şəraitin olması çox əla olardı. Kaş ki işimizi görməyə heç bir maneçilik törədən şey olmazdı. Amma təəssüf ki, yolda heç vaxt bütün yaşıl işıqlar eyni vaxtda yanmır ki, dayanmadan rahat-rahat yolumuzdan gedək. Həyatda heç bir nailiyyət rahat şəkildə keyflə olmur. Nəzər salsaz görərsiniz ki, bizə ən faydalı olan əksər işlər ən darıxdırıcı və ürək sıxan işlərdir. Düzdür, bir neçə olunmalı olan işlərin arasından hansınsa seçib daha əvvəl eləməklə özümüzü psixoloji cəhətdən inandıra bilərik ki, güya həvəsimiz olan işi görmüş oluruq. Bu özlüyündə yaxşı üsuldur və bununla bağlı işləri edib bitirmək kitabı barədə danışdıqda daha ətraflı danışmışam. Amma ümumilikdə hansısa cansıxıcı işi etməyi sonraya saxlayıb nə vaxtsa qeybdən bizə qeyri-adi bir həvəs gələcəyini gözləmək sadəcə özümüzü aldatmaqdır. Çox güman ki, o heç vaxt gəlməyəcək və belə davam etsə, biz heç bir məqsədimizə nail ola bilməyəcəyik. Üstəlik o işlər getdikcə bizim beynimizdə ağır yükə çevriləcək və bizə stres verəcək. Buna görə də nə vaxtsa uzun zaman sonra onu eləmək bizə 10 qat daha ağır bir iş təsiri bağışlayacaq və onu eləyərkən əsl zülm çəkmiş kimi hiss eləyəcəyik. Ona görə də nə isə işimiz varsa, o ya indi edilməlidir, ya da heç vaxt. Bunu qulağımızda sırğa eləməliyik. Nailiyyət qazanmaq üçün əziyyət çəkməliyik. Enerji sərf eləməliyik ki, o enerji bizə nailiyyət şəklində geri qayıtsın. Motivasiyamız olmadan özümüzü nə isə etməyə məcbur eləmək bacarığına şəxsi intizam deyirlər. Şəxsi intizam özü də əzələ kimidir. Onu məşq elətdirmək lazımdır. Məşq etdirdikcə o möhkəmlənir və getdikcə biz daha ağır və daha cansıxıcı işi daha uzun müddət həvəsimiz olmadan görə bilirik. Tənbəl olmayan, zəhmətkeş və daha çox şeyə nail olan insanların əsas üstünlüyü onların şəxsi intizamının digər insanlardan üstün olması və uzun illər ərzində çalışaraq onu daha da yüksək səviyyəyə çatdırmaqlarıdır. Deyək ki, məktəblisiniz və ya tələbəsiz. Nə vaxtsa görmüsünüz ki, kimsə desin ki, ayda, elə yorulmuşam, kinoya baxmağa da həvəsim yoxdur. Bir dərs olsaydı oxuyub istirahət eləyərdim. Ya da eşitmişsiniz ki, dostlarınızla restoranda və ya kafedə oturub istirahət eləyəndə hansısa dostunuz desin ki, ayda, kaş ki indi işdə olardım, müdürün tapşırdığı minlərlə cərgəsi olan kontakt listini Excel-ə köçürüb biraz əylənərdim. Ya da elə bilirsiniz ki, mən hər həftə bu videoların hazırlanması üçün oturub bunların mətnini yazdığım vaxtda digər bir çox insanların televizorun qabağında oturub keyflə xoşladıqları kinonu izləməsindən və ya kompüter oyunu oynamasından çox məmnunam və bundan həzz alıram? Təbii ki, yox. Ona görə də mənim həvəsim tez ölür, motivasiyam yoxdur kimi boş, mənasız bəhanələr gətirməklə özünüzü haqq qazandırmayın. Əgər həvəsimiz yoxdursa, bu birbaşa bizim öz günahımızdır. Demək ki, biz şəxsi intizamımızı yaxşı inkişaf etdirməmişik. Şəxsi intizamı inkişaf etdirməyin yeganə yolu qarşımıza hansısa məqsəd qoyub özümüzü çətinliyə salmaqdır. Bunun üçün əvvəlcə çox kiçik şeylərdən başlaya bilərik. Məsələn, hər səhər yuxudan durmaq üçün hər 2 dəqiqədən bir 15 zəngili saat quraşdırmaq yerinə yalnız 1 zəngili saat quraşdırıb özümüzə söz verə bilərik ki, çalan kimi dərhal ayağa qalxacam və indidən sonra yerimdə qalıb yırğalanmaq yoxdur. Bunu 2-3 həftə davamlı şəkildə tətbiq etdikdən sonra getdikcə daha çətin şeylərə, məsələn, bir ay müddətində həddən çox xoşladığımız və çox əlçatan olan, amma çox ziyanlı olan hansısa yeməyi və ya şirniyyatı yeməməyə özümüzü məcbur eləyə bilərik.
Beləcə bunu biraz da gücləndirib, getdikcə daha çətin şeylərə, məsələn, səhər durarkən soyuq su ilə çimməyə çalışmağa və şəxsi intizam əzəlimiz möhkəmləndikcə bu şeylərə hətta siqaret çəkməməyə də tətbiq edə bilərik. Nə qədər şəxsi intizamımızı belə şeylərlə məşğ etdirsək, bir o qədər də bizim cansıxıcı işlərimiz həvəsdən və motivasiyadan asılı olmayacaq. Beləcə biz işlərimizə emosiyalarımızla yox, ağlımızla yanaşıb onları vaxtında başlayıb bitirə biləcəyik. Bununla biz həm də hər gün müəyyən vaxtlarda meditasiya eləməyə, idman eləməyə və ya dindarıqsa öz dinimizə uyğun dini ayinləri yerinə yetirməyə qarşı olan tənbəllik hisslərimizin də öhdəsindən gəlmiş olacağıq. Şəxsi intizamın güclü olmasının ikinci böyük üstünlüyü də qısa müddətdə gördüyümüz işin çoxluğu, effektivliyi və yüksək nəticəsi ilə ətrafdakıların gözündə çalışqan bir insan kimi reputasiya qazanmaqla işləri görməyə olan həvəsimizin də artmasına kömək olmasıdır. Ümumiyyətlə, insanlar təbiətən həmişə müsbət xüsusiyyətlərin onlarda olduğunu eşitməklə özlərini xoşbəxt hiss edirlər. Və əgər onların hansısa müsbət xüsusiyyətlə bağlı ətrafdakılar arasında hörməti varsa, o zaman həmin şəxslər həmin reputasiyanı nə bahasına olursa olsun saxlamaq istəyirlər. Elə özünüzdən götürün. Təsəvvür edin ki, bir çox insan sizə ağzı möhkəm, sir saxlayan biri kimi tanıyır. Və bir neçə dəfə həmin şəxslər sizə deyiblər ki, sənə halal olsun, nə olur olsun heç kimin sirrini heç kimə vermirsən. Bu zaman nə olur? Siz bunu eşitməyə çox xoşladığınıza görə bu statusunuzu qorumaq üçün həqiqətən də həmin şəxslərin sirlərinə daha həssas yanaşacaqsınız ki, sonra həmin şəxslərin gözlərində eyni qala biləsiniz. Eyni şey zəhmətkeş, çalışqan və sair kimi sözlər üçün də keçərlidir. Beləliklə, əgər siz şəxsi intizamınızı gücləndirib, sonra da daha qısa zamanda daha çox və daha effektiv işləyə bilib ortaya daha yaxşı nəticə qoysanız, siz ətrafınızdakiların, iş yoldaşlarınızın və ya müdirinizin gözündə daha çalışqan və zəhmətkeş biri kimi reputasiya qazanmış olacaqsınız. Artıq sizi belə tanımış olsalar, o zaman sizin işiniz asanlaşacaq. Çünki siz daha hansısa işləri heç bir motivasiyanız olmadan yox, reputasiyanızı qorumağa olan motivasiya ilə görmüş olacaqsınız. Yəni, həm güclü şəxsi intizamınız, həm də motivasiyanız olacaq. Bununla da gördüyünüz iş sizə daha az cansıxıcı təsir bağışlayacaq və sizin sürətinizi biraz da çoxaldacaq. Bundan başqa da şəxsi intizamınızı daha da gücləndirmək, həmçinin həyatınızı daha da keyfiyyətli eləmək üçün pul yığmağı öyrənin. Bilirəm, indi çox adam deyəcək ki, filan qədər gəlirim var, onu yığmaq olar. Pul yığmaq üçün gəliriniz mütləq deyil ki, çox olsun. Əvvəlcə gəlirinizin sadəcə 1%-ni qırağa atmaqla başlayıb, sonra 10%-ə qədər artıra bilərsiniz. Deyək ki, ayda cəmi 600 manat maaşınız var və bu sizin yeganə gəlir yerinizdir. Çox çətinliklə idarə edirsiniz ailə büdcəsini, güc bəla ilə çatdırırsınız. Təsəvvür edin ki, sabah müdir sizi yanına çağırır və deyir ki, bilirsən, vəziyyət çox çətindir, ona görə maaşları azaltmalıyıq. Bundan sonra sənə 600 əvəzinə 10% az, yəni 540 manat verəcəyik. Sizcə siz o 60 manat əksiyə görə aclıqdan öləcəksiniz? Hamımız bilirik ki, indiki zamanda iş tapmaq necə çətindir və ona görə hər halda bir çoxu çıxıb başqa iş axtarmağı da düşünməyəcək. Təbii ki, məcbur olub, həmişə necə 600 manatla yaşaya bilirdinizsə, birtəhər elə eləyəcəksiniz ki, indi də 540 manatla yaşayasınız. Başqa çarə olmayandan sonra nə eləməlisiniz? Demək ki, istəsək özümüz də az gəlirin 10%-ni qırağa atıb yığa bilərik. Mütləq deyil ki, bunu müdir azaltsın və ya şəxsi biznesdirsə satışlar zəifləsin. İndi bir çoxumuz fikirləşə bilərik ki, 60 manat nədir ki, heç nədir. Onu yığmaqla güya mən nə eləyəcəm? O zaman belə bir primitiv sual verin. Hansı rəqəm daha çoxdur? 0 yoxsa 60? Təbii ki, 60. Əgər siz bunu etsəniz və deyək ki, həyat səviyyənizdə və karyeranızda növbəti 5 il ərzində heç bir inkişaf olmazsa, heç bir maddi cəhətdən daha artıq gəlir olma halı və s. olmazsa, ki bu çox halda belə olmur, o zaman qırağda 3600 manat pulunuz olacaq. Hansı ki sizi rahatlaşdıracaq. Sizə hansısa işlər görməyə motivasiya verəcək, harasa az da olsa yatırım eləmək və kiminləsə birləşib hansısa xırda biznes açmaq şansı yaradacaq. Üstəlik bu yatırımı edərkən sizə əvvəlki kimi böyük risk kimi də görsənməyəcək. Çünki sizin yenə də aylıq 540 manat gəliriniz var və həyatınız həmişə kimi davam edir. Çünki özünüzü aylıq 540 xəzinə artıq öyrəşdirmisiniz və bu 3600 sizin əlavə pulunuzdur. Üstəlik öz pulunuzdur. Borc almamısınız, kredit götürməmisiniz. Onu itirməyinizlə hansısa balışın altında qalmağının arasında elə də ciddi bir fərq yoxdur. Amma ki, sizə daha keyfiyyətli həyat üçün şans yarada bilər. Əgər yaşınız çoxdursa, ən azından övladlarınız üçün şans yarada bilər. Ona görə də gələn şəxsi intizamımızı inkişaf elətdirək və bununla daha keyfiyyətli insan olmağa bacaraq. Şəxsi intizam vasitəsilə etdiyimiz bir çox şeylər getdikcə vərdişə çevrilir və bizim həyatımızı daha da rahatlaşdırır. Yadınızdan çıxarmayın. Keçmişdə verdiyimiz qərarlar bugün bizi hal-hazırda olduğumuz kimi edib. Bugün verəcəyimiz qərarlar da
gələcəkdə necə olacağımızı müəyyən edəcək. Daha çox belə videolar hazırlamağımı istəyirsinizsə, videonu dostlarınızla paylaşın və ZehinX səhifələrini və kanalını bəyənin. Təşəkkürlər.